Herkese salamlar. Bugün sizlərlə 8-ci sinifdən 8-ci sinif dərsliyindən qrammer B-ni işləyəcəyik. Bir açaq. Deməli, burada mövzumuz nədən bağlıdır? Qrammer B-dir. Qrammer B-də nə danışırsa, yəni qaydadır. Məncə qaydanı sizə keçən dəfə izah elədim. Amma orada da vurğulamışam həmin qaydanı. Sadəcə burada da təbii ki, yenə öz qaydasında olaraq keçəcəm. Birinci sualımıza baxıram. Deyəm, bunu qırmızı rənginə qoyaq bura. Başlayaq. Deyir ki, do you have any hobbies? If yes, what is it? Deyir, sənin hobbin varsa nədir? Məsələn, deyə bilərsiniz ki, mənim hobbim, nə bilim, deyərsiniz ki, bəli var, mənim hobbim rəsm çəkməkdir. Yes, I have my biraz cümlə qəşəng yazaq. My favorite hobbies də yaza bilərsiniz. Yəni əgər varsa 2 dənə s əlavə edərək yaz. My favorite hobby, bura hobby yazıram. Hobby is drawing a picture. Şəkil çəkməkdir. Draw a picture. İkinci də deyir ki, hansı what hobbies do your friends have? Are they interesting to you? Why or why not? Bunu artıq özünüz cavablandıracaqsınız. Yəni deyir ki, bir dəqiqə. Deyir ki, deməli, burada sənin dostlarının hobbisi var. Əgər onlar sənə maraq göstərir, niyə yox? Bunlar asandır. Keçirik exercise number 2-ya. Mətnlərdir. Gözəl mətnlərimiz var. Gəlin oxuyaq. Deyir ki, suallar var. Deyir ki, what do you think the form question is? Yəni, əsas cümlə nə deməkdir burada? Yəni, mənə deyir ki, əsas sual nədir? Yəni, sən nə verə bilərsən əsas sual? Təbii ki, bunu biz mətni oxuyaraq tapacağıq. Oxuyaq. I think drone flying is a perfect hobby. Mən düşünürəm ki, drone uçurtmaq əla hobbidir. I have had a drone for 2 years. 2 ildir ki, mənim dronum var. I use my drone for taking aerial photos and videos. Deyir, mən dronumu hava şəkillərini və ya hava videolarını çəkməkdə istifadə edirəm. I have already taken hundreds of photos and videos since I started this hobby. Mən bu hobbiyə başlayandan artıq yüzlərlə şəkil və video çəkmişəm. I share the photos and videos on my blog. Deyir ki, mən öz kanalımda şəkilləri və videoları paylaşmışam. My followers like them a lot and I get a lot of positive comments. Deyir, mənim izləyicilərim onları çox sevir və mən müsbət yorumlar əldə edirəm. There is a drone racing competition in my city, but I haven't attended yet. Burada yetin mənası nədir? Already-nin mənası nədir? Əvvəlki dərsdə demişəm. İndi yadınızda qalıb, amma yenə deyəcəm, narahat olmayın. Deməli, deyir ki, şəhərimdə drone uçurtma yarışması var idi, amma mən hələ də iştirak edə bilmədim. I'm planning to enter that competition next year. Və mən planlaşdırıram ki, gələni bu competition deyilən yarışda iştirak edim. İkinci. Origami is the Japanese art of folding paper. Deyir, origami Yaponların bir kağızı qatlayaraq Yaponların artıdır da, belə deyək. I have had this interest since I first visited an exhibition on Japanese culture and art. Deyir ki, mənim buna marağım, yəni mənim bu yerə sərgiyə Yaponların ziyarəti, Yaponların mədəniyyəti və artları haqqındadır. Neyse. My most favorite models are the crane. Crane durna deməkdir, uşaqlar. Durna. Deyir ki, mənim ən çox sevdiyim modellər durna, the lotus flower, yəni gül və the jumping frog, tullanan qurbağa. I have already, burada da already-ni görürəm. Gördünüz, sizə bir ipucu gələr bu. Deyir ki, mən artıq 20 dənə
yeni origami modelini artıq hazırlamışam. I am planning to have an exhibition of my works next month. Mən planlaşdırıram ki, gələn ay mən öz işlərimi sərgidə göstərim, əl işlərimi. İndi 3-cü paragrafımıza gəlirik. Deyir ki, I have stargazing. Şöyle stargazing siz ulduzlara baxma deməkdir. Stargazing since last March after my visit to the Şamaxı Astrophysical Observatory. Bəlkə deyə bilmirsiniz. Baxın. Bu sözlərdə deməyi çətinlik çəkirsinizsə, burada qorxmağa ehtiyac yoxdur. 2 yerə bölürsünüz. Astro ayrı, physical ayrı. Astrophysical. Yaxud da observatory. Observa ayrı bölürsünüz, vatory ayrı. Observatory. Birləşdirirsiniz, observatory. Observatory deyir ki, mən martdan bəri mən ulduzlara baxmağa başlamışam. Və mənim birinci səyahətim Şamaxı rəsədxanası olub. I have had a telescope for 7 months. 7 ildir ki, daha doğrusu 7 aydır ki, mənim teleskopum var. There is so much to learn about the universe. Burada söz. Universe nə deməkdir? Kainat deməkdir. Yazmadım. Universe, kainat. Qeyd edin dəftərinizə. Deyir ki, mən kainat haqqında çoxlu şeylər öyrəndim. I think I have already discovered a star in the sky. Mən düşünürəm ki, artıq mən göydə, səmada yeni ulduz kəşf edəcəm. I haven't named it yet. Onun adını hələ də düşünməmişəm. Uşaqlar, yetdə var, forda var, already-də var, since-də var. Bunlar nədir axı? Nədir? İndi istər keçəcək. Narahat olmayın. Deməli, baxın, bu sualda deyir ki, read the form answers what you think. Deməli, hansıdır? Bu hobbilərdir. Hobbilər haqqında üçü də uyğun gəlir demək olar. Yəni, üçə də cavab verəcəksiniz. Sonra, üçüncüdə deyirik ki, burada deməli nədir? Nəzəriyyədir, uşaqlar. Yəni, burada bunların mənası. Bunların mənası nədir? Baxacaq sizlərlə təbii ki. Baxın. Gəlin baxaq, deyir, we use, hansı sözü biz, yəni bu 4 dənə söz. 4 dənə sözün mənasını bilirsinizmi? Bilmirsinizsə elə doğru kanaldasınız. Baxın, since, bəri deməkdir. Ya da bunu oxuyaq sonra sizə ipucularımızı deyəcək. Demək, we use nə istifadə edirik? Vaxtı və həmin göstərdiyim vaxtın periodunu bildirmək üçün. Burada for, ki'dən istifadə edirik, yəni for. Sonra deyir ki, başladığı vaxtdan etibarən, yəni since bəri deməkdir. Başladığı vaxtdan etibarən bəri, since. Since oxşadısa bu. We use deyir, əvvəlcədən baş verib. Nədir bu? Already artıq baş verib. Adından da bilirəm, already artıq deməkdir. Axıra da qalır yet. Nə yaxşı yazdım. Bu da yet nədir? Deyir, hələ əvvəldən baş verməyib. Yəni, hələ də mənasını bildirir. Tamam mı? Aha. İndi keçirik gözəl qaydamıza. Baxın. Qaydaya baxa bilərsiniz. 117-ni asa bilərsiniz. Qulaq asın mənə. Arxadan da baxacaq. Sadəcə diqqətiniz videoda olsun. Yəni, elə yerdə olun ki, səssiz yerdə olun. Qaydanı tamamlaya bilərsiniz. Bu qayda əslində, baxın. Bu bildiyim, demişdik əslində indiki bitmiş zaman indi. Düzdürmü? Qaydanı bitmiş zaman. Mən bunun haqqında sizlərə əvvəlki videoda demişim. Yəni, present perfect. Baxın, bunu mən hər şeyini dedim sizə. İndi xatırlayıram ki, zamanlarını da demişəm. Burada isə zamanlardan danışır. Yəni, belə deyim, çətin deyil, çox çətin deyil, qorxmayın. Bir dəqiqə. Qorxmayın. Deməli, baxın, burada 4 dənə zaman zərfi öyrənəcəksiniz. For, since, already, yet. Bu sadəcə zaman zərfləri bundan ibarət deyil ha. Uşaqlar, çoxlu zaman zərfimiz var. For, since, already, yet, ever, never, for ages, later, recently.
Yəni çoxdur. Sadəcə biz bunun 4-ünü öyrənirik də indi. Bizə 4 dənəsini veriblər, 4-ünü öyrənməliyik. Baxın, for nədir? For 2 mənasını bildirir. Məsələn, deyir ki, I have had this hobby for 6 years. 6 ildir ki, mənim bu hobbim var. Gəlin belə yazaq sizlərlə. Daha aydın başa düşəsiz. For. For nə deməkdir? 2 mənasını bildirir. Yəni, məsələn, neçə ildir ki, və uzun müddətdir ki. Və biz bunu harda istifadə edirik? 2 mənası yoxdur ya. Sadəcə belə 2 qol qoyuram, harda istifadə edirik? Uşaqlar, baxın, deyirlər sizlərə. 6 ildir ki, 5 ildir ki, 15 ildir ki, uzun müddətdir ki, yəni müddətdir, zamanlarda işlənir. Baxın, burada deyir 5 years. Sonra 3 hours, a long time. Burada for işlənəcək. Yəni, nə vaxt? Vaxtlarda. Məsələn, 3 hours. Yəni, götürüb ki, yazmayın ha. 3 hours görürüz for. Cümlənin mənasını dərk edin. Təbii ki, o for olacaq. Nə bilim, 50 minute. Sonra 6 year illərlə işlənir. 6 yazmayaq da. Sənin yaxşı 8 years. Sonra months da ola bilər, nə bilim 3 months. Bunlardan işlənir. Bildinizmi? Keçirik sinsə. Çox asandır. Gördünüz? Bizə dəqiqə uşaqlar. Nəriçkanı götürək. Deməli, since nədir? Nəriçka yazmış. Aha, since. Since nə deməkdir uşaqlar? Bəri mənasını bildirir. Yəni, nə vaxtdansa etibarən, nə vaxtdansa bəri. Məsələn, burada nə vaxt işlənir? Aylarla, illərlə, ayların adı ilə. Məsələn, deyirəm last March. Last March. Yəni, martdan bəri. O mənə zəng etmir. Və yaxud da deyirəm ki, doğulandan bəri. Since they were born. Were born. Gördünüzmü? Bu da asandır, gördünüz. Gəldik already. Already də ondan asandır. Already. Already'nin mənası artıq deməkdir. Harda işlənir? Bu da for since axırda işlənir. Yəni cümlənin axırında. Already ortada işlənir. Yəni have, has, plus already gələ bilər. Sonra fiil gələr. Yəni have, has və fiilin ortasında. Bildinizmi? Already. Artıq mənasını bildirir. Yəni burada hansı söz gəlməsi lazımdır? Məsələn, mən artıq dərslərimi bitirdim. I have already finished my lessons. Vaxtı I have already done my homeworks. Bu ondan asandır. Yetə gəlirəm. Yet. Yet də cümlənin axırında işlənir. Hələ də mənasını verir. Yəni deyirəm ki, o hələ də evə gəlməyib. She hasn't come home yet. Yazaq cümləni qeyd edin. She hasn't come. Deyəcəksiniz come 3-cü formada come'dırmı? Bəli, come'dur. Come came, come. Come home yet. Hələ də gəlməyib. Başa düşdünüz uşaqlar. Gördüyünüz sadədir. Yəni burada çox da belə şeyli qayda yoxdur. Baxaq. Deməli deyir, ya since əlavə eləyin, ya for əlavə eləyin. Dedik ki, illər olar. Yəni illər deyəndə ki, hər hansı bir rəqəm ayı ifadə etsin. Məsələn, 5 aydan 5 ay ki, 6 aydan etibarən nədir? 6 aydır ki, nə bilim, uzun müddətdir ki, bunda for işlədirik. Nədənsə bəri, məsələn, iyundan bəri, keçən ildən bəri, doğulandan bəri, onda since işlədik. Baxın, burada deyir ki, I have had this hobby 5 years. 5 years 5 ildir də. 5 ildir ki, mənim hobbim var. For olacaq da, düzdürmü? 2 mənasını bildirir. Yazmayacaq bu da. For. İkinci də last March. Keçən il, daha doğrusu keçən
martdan bəri o mənə zəng etmir. Deyə bilər ki, keçən mart ki mənə zəng etmir. Deyə bilərəm? Yox. Mən buradan yazacağam. Exercise number neçədir? Bu 4. Exercise number 4. Bax, birinci for'dur. İkinci since olacaq. Niyə? Dedik ki, last March. Keçən, yəni martdan ki, o zəng etmir. Elə cümlə olur? Yox. Keçən martdan bəri, keçən martdan etibarən zəng etmir mənə. Ona görə since. Üçüncüdə, məsələn, sizə nə dedim? Bir birləşmə. For a long time. Görürəm ki, yəni suallarda görmüsünüz də, hər hansı bir istəyirsə, for a long time birləşiliblər. Yəni bir şeydirlər. Birdir. Gördüyünüz kimi, yəni for a long time, yaxud da digərləri. Həm burada deyir uzun müddətdir ki, uzun müddətdən bəri Arktika nə deyir? Arktikdə yaşayır. Uzun müddətdən bəri yox. Uzun müddətdir ki, Arktikdə yaşayır. For. Dördüncüyə baxıram. Deyir ki, burada görürəm ki, nə il var, nə ay var. Adi cümlədir. The bell rang. Zəng vuran. Gəlin cümlənin tərcüməsinə baxaq. We have been in the classroom since the bell rang. Deyir ki, zəng vurulandan etibarən, zəng vurulandan sonra, zəng vurulandan bəri siz sinif otağında olmalısınız. Zəng vurulanda ki, sinif otağında olmalısınız. Belə cümlə olur. Yox. Burada da since işlənir. Beşincidə deyir, I have not eaten anything. Burada da 3 hours verib, birinci avtomatik for olacaq. Altıda da dedik ki, verb borun əgər doğulmaqdan danışırsa, since və borundan işlədəcək. Tərcümədir. Tərcüməyə baxın bilin. Sadə şeydir. Exercise number 5. Burada ancaq 4'ünü də qoymamızı istəyir. Baxın, deyir ki, I am worried about my brother. Deyir, mən qardaşım haqqında narahatam. He hasn't come home yet. Dedik, hansı söz idi əvvəldə, sonda işlənir? Yet idi. Mən sizə həmin belə cümlə də dedim. Deməli, o hələ də evə gəlməyib. Hələ də mənası nə idi? Yet. Tərcüməyə baxır burada əsas. İkinci. He has been out 7 hours. 7 saatdir. Dedi ki, saatlarda 7 saatdən, 7 ay, 7 gün, 7 il. Nə işlənir? For 7 hours. For. İkincidə də he hasn't called yet. O hələ də zəng etməyib. Cümlənin axırında işlənir. Üçüncüyə baxıram. My parents have already. Burada görürəm nə zaman var, nə il, nə ay var. Have var, called var. Ortasında nə işlənir? Already. Mənim valideynlərim artıq ona zəng vurub. O deyir ki, mən dostumdanım. Already. Dördüncüyə baxıram. They have known each other. Deyir ki, onlar bir-birlərini nə vaxtdan etibarən tanıyıblar. Məktəbə başlayandan etibarən bir-birlərini tanıyıblar. Since olacaq. Avtomatik since. Beşinci. They have a lot of... Deməli, burada cümləyə baxmayın. Burada for a long time olacaq. Çünki long time birləşmədir. For a long time. Altıncıda years varsa for years. İllərdir ki, onların hər ikisinin eyni hobbiləri var. For. Burada nə deyir? Deyir ki, read the email and complete the gaps with already, yet, since, for. Yəni, already, yet, since, for-dan cümlələri tamamlayacağıq. E-maildir. Deyir Ömər. Əziz Ömər, it is always a pleasure to read your email. Sən e-maili yazmaq çox həqiqətən xoşbəxtdir. Xoşdur. You are my best friend and I have known you. 5 years dedik varsa hanım. 5 years. 5 ildir. Nə olacaq avtomatik? For olur da düzdür. Düşünməyə ehtiyac yoxdur. For. Deyirsən 5 ildir ki tanıyıram. It is great to know about your new hobby. Sənin yeni hobbin haqqında bilmək əladır. I have already. Artıq mən tapşırıqlarımı bitirmişəm. I have already. Cümlənin tərcüməsidir əsas. I have already finished my homework. Now I can write about my hobby. Deyir, mən artıq tapşırıqlarımı bitirmişəm və mən öz hobbim haqqında danışıram, yazıram.
I like reading novels a lot. Deyir, mən novelləri oxumağı çox sevirəm. I have had this interest since my uncle bought me my first book. Yazaq since sonra başlayalım. Niyə? Cümlənin tərcüməsinə baxın da bir. Deyir ki, mənim bu kitaba marağım mənim əmimin birinci kitabını alandan etibarən marağım oldu. Cümləni gördünüz necə oldu? Yəni mənim anamdan etibarən mənim əmimin aldığı kitab aldığı ki, mən bunu sevdim. Belə cümlə mi olur? Yox, olmur. Ona görə də siz. Dördüncü. I have already, mən artıq Charlie və Chocolate Factory, Roald Dahl tərəfindən yazılmış Charlie and Chocolate Factory kitabını artıq oxuyuram. Already. Beşincidə, deməli, beşincidə have you read it yet? Hələ sən onu hələ oxumusan? Yet. Cümlənin tərcüməsi deyə burada əsas. Bir də dediyim söz yersdə, illərdə falan. Deyir, if not, you should read it. Əgər oxumamısansa oxumalısan. Tövsiyə edirəm sənə. Deyir, I haven't taken part in a school competition for readers yet. Hələ də bunu etməmişəm. Və mən ümid edirəm ki, bir gün qalib olacam. Burada da yetişinəm. Sadə, gördüyümüz kimi. 7-ci sual çox maraqlıdır. Deməli, deyir ki, e-mail yazırsan, ingilis, finlindi və dostu var. Yəni, bu sənin Azərbaycanlı dostun da ola bilər. Yazırsınız, yəni, burası sizə bir dənə verib də, bir ipucu verib. Məsələn, yazırsınız başlığına deyir, məsələn, deyir, nə bilim, Aysel. Belə yazın. Sonra başlayırsınız, nə bilim, öz hobbiləriniz haqqında, sonra onun hobbisini soruşursunuz. Amma öz hobbini deyirsən, sonra soruşsan. Amma already yetişsiniz oradan istifadə etməklə. Baxın, bu çox, yəni, özünüzə, kreativliyinizə bağlıdır. Məsələn, yazırsınız ki, I like to draw a picture. Mən şəkil çəkməyi sevirəm. It is my hobby. O mənim hobbimdir. I have deyim ki, məsələn, nə deyək? I have used, belə deyək, I have learned this activity. Yazaq cümlə I have, dən cümlənin sahasıdır. I have, deməli, I have had this hobby. Mənim bu hobbim nə vaxtdan etibarən? I have had this hobby since, məsələn, deyirəm 5 yaşından. Since 5 ildir ki var. Məsələn, deyirəm, since 5 years. Bir dənə cümləniz hazır. Gördüyümüz kimi. Qırmızı oldu, pis oldu. Nəsə. Bir başa düşdünüz nə deməkdir? Burada sadədir. Baxın, gördüyümüz kimi. Söz qalanlarında artıq özünüzə bağlıdır. Yazırsınız. Ümid edirəm, dərsimiz sizlərə aydın oldu. Əgər videonu bəyəndinizsə, kanalımıza abunə olun ki, daha çox ingilis dilinə aid hər şey öyrənə bilərsiniz. Çalışacağım bunu tez-tez çəkim. Yəni, məktəbdən əlaqədar alınmır təbii ki. Amma 6 bazar, 5-6 bazar çəkəcəm. Deməli, sizlərə xoş izləmələr arzu edirəm. Əgər nəsə sualınız olsa, sualınızı aydın şəkildə şərh bölməsini yazın. Tezsə, gec də olsa. Tez də olsa geri dönüş edəcəm. Ümid edirəm, videonu bəyəndinizsə bəyənməyi və müsbət yorumları yazmağı unutmayın. Sağ olun, sağlıqla qalın.